Salam dəyərli izləyicilər. Yəqin ki, bu foto son 2-3 gündə qarşınıza çox çıxıb sosial şəbəkələrdə. Füzuli rayon sakini Fəzail Abbasquliyevdir. Deməli, ayağında 3 barmağı olsa da hərbi xidmətə göndərilib və səfərbərlik xidmətinin bir açıqlaması var. Diqqətinizə təqdim edeyim, ondan sonra öz deyəcəklərim olacaq dəyərli izləyicilər. Deməli, səfərbərlik xidmətindən bildirilib ki, hazırki qanunvericiliyə görə tibbi göstəricilər əsasında onun əskərliyə getməsi müəyyən edilir və qanunvericilik də imkan verir ki, belə bir şəxs əskərliyə aparılsın. Qanunvericiliyi kim qəbul edir? Parlament, Milli Məclis. Yaxşı, son 30 ildə Azərbaycan müharibə şəraitində yaşayıb, indi sakitçilikdir, biraz nətər deyərlər. Son 30 ildə bir deputatın oğlu qazi olubmu, şəhid olubmu, normal bir hərbi hissədə xidmət eləyibmi? Təbii ki, eləməyib və belə olan halda bu adamlar hansı cəriməni necə qaldıraq, hansı cəriməni nə formada qaldırsaq daha çox qabağa düşərik, nə bilim, nə belə düşüncələrlə yaşayacaqlar. Yəni, bu ayaqla normal həyat yaşamaq biraz çətindir. Çünki bilirsiniz, insan bütün günü ayağının üzərində hərəkət edir. Bəlkə qol olsa hansısa formada biraz yola vermək olar və s. Yəni, siz o qanunverici görürsünüz, Dövlət Qurumunun əməkdaşı Tural Qurbanov bildirir ki, yəni bu qanunvericiliyin tələbidir. O qanunvericilik niyə dəyişdirilmir? Yəni, bu cür vəziyyətdə siz öz övladınızı əskərliyə göndərərsiniz. Heç bu vəziyyətdə övladınız olsa ki, elə bir çoxlarınız da haqq eləyirsiniz, bundan da betər olmağı. Amma göndərməzsiniz axı. Göndərməzsiniz, hələ ona bir veteran, hələ bir qazi, nə bilim, sənət-sünət dalarsınız. Düzdür, səfərbərlik özü də bir yönlü qurum deyil. Əgər yönlü qurum olsaydı, bir ucdan görürsünüz nə qədər şöbə rəisləri, idarə rəisləri, rəis müavinləri, nə bilim, zabitləri tutulub. Yəni, orada ətəyində namaz qılınası bir yer deyil. Yəni, orada çalışanların da bir çoxunun vicdanı şübhəlidir. Amma bu qanunvericilik dəyişir də, yəni nə vaxta qədər insanların əsəbləri ilə oynayacaqsınız. İndi sabahlarda bundan da betər bir vəziyyətdə olanda deyəcəklər ki, belə deyək də, qanunvericilik imkan verir. Yəni, qanunvericilik deyəndə təkcə cərimələri artırmaq nəzərdə tutulmur. İnsanların xeyrinə olan bir qanun da qəbul eləmək lazımdır. Bax, bəzən müəyyən qanunlar qəbul edilir, doğrudan da faydalıdır, amma belə şeylərə görə vətəndaş